Minayə Seyid Əhmədova yazır. Salam. Qüsurlu uşağı həkim götürdü. Günahın qarşılığını necə verim Allaha? Bir də övladım olsun deyə qurbanlıq niyyət etmişdim. Onu kəsməliyəm. Yenə də yoxsa dünyaya gəlməyib deyə uşağa qurban düşmür. Kessin, qurban deyibsə qurban kessin. Onunla işim yoxdur. Bir də ki, o uşaq tələf eləyiblər də. Onun fiqhi tərəfi var da. Fiqhə müraciət olunsun, o müəyyən qədər miqdar pul verilməlidir. O da kim verməlidir? Onun inşallah sualı var verilişində. Nə qədər olmalıdır? Onu izah verərlər. Yəni, qüsurludur deyib onunla imtina eləmək olmaz. Haqq vermir də adama. Rızazadə yazı, salam, sabahınız xeyir. Hacı Ramazan ayında günlərimizi bərəkətli keçirmək üçün hansı əməlləri etməliyik deyə yazır. Ramazan ayında günlərimizi bərəkətli keçirmək üçün belə deyək də şəhrül müvasat gəlib Ramazan adlarından biridir. Biri digərimizə yaxşılıq eləmək. Və təvasab bil haqq və təvasab bis sabr. Müvasat odur da. Yəni biri digərimizə faydalı olaq, biri digərimizə xeyirxah olaq, ailədə, qonşular, çöldə, qohum-əqrabada, dostların içində nə qədər bacarsınız, xeyirxah əməllərin yiyəsi olsaq, Ramazan ayından bərəkətli nəsə bir əldə etmiş olaraq, bir bərəkət əldə eləmiş olaraq. İkinci də deyirlər, qiyaməti xatırlamaq Ramazan ayında. Bu da Ramazan ayına bir bərəkət qatmış olar. Bu iki dənə xüsusiyyət. Salamün əleykum, dəyərli insanlar, sabahınız xeyir. Rəsul Cabbarov yazır. Sualım budur ki, qorxu duası, nəzər, nəfs duası yazdırıb üstə saxlayırlar. Bunun bir faydası varmı? Mənə dəfələrlə deyilir, mən bilirsiniz də o dua mövzularını ki, məsələn, bilmirəm. Yəni, yazırlar, eləyirlər xüsusi. Məsələn, mən o dostlar xəbər göndərib, qardaşlar həmişə xəbər göndərib, mən buradan deyim ki, o mənim sahəm deyil, aydındır. Ən çox bunu eləyə bilərəm ki, dua eləyərəm sizi, Allahdan kömək istəyərəm. Bu duanı da eləmişəm zaten. Müəyyən dualar var ki, hədislərdə gəlib ki, müəyyən təsirləri var. Aydındır. Müəyyən dualar var ki, bu təsiri var. Filan duanın başqa bir təsiri var. Ayətül Kürsünün bir təsiri var. Ziyarətə Aşuranın bir təsiri var. Bunlar qeyd olunub. Var, gəlib hədislərdə. Məsələn, özü də oxuya bilər insan o duanı. Və oxuyub, üzərində də özü yazıb, məsələn, üzərində saxlaya da bilər, müəyyən qədər təsirləri də var. Gözəl.